Ədədin rəqəmlərini yerindən düzüb ala biləcəyim ən böyük ədəd birinci 6-nı qoymaqdır. Sonra 5-i qoyaram. Sonra 0-ı qoyaram. Sonra yenə 0-ı qoyaram. Bir dənə baxsaz, yox 3 qaldı. Ortada 3 qoyaram. Bir dənə baxsaz görərsiniz ki, elə bacardıq qədər ən böyük rəqəmləri birinci qoyuram. Sonra ən kiçikləri qoymağa başlayıram. Yəni azalan sıra ilə düzürəm. Və ən kiçik ədədi almaq istəsəm, elə baxsaz görərsiniz ki, tam əks prosesdə burada edirəm. Ən kiçikləri əvvələ qoyuram, yəni sıfırları. Sonra 3-ü, sonra 5-i, sonra da 6-nı qoyuram. Və o zaman mən belə bir şey çıxardıram ki, mən bu rəqəmləri bir-bir tapsam, sonra bunları artan sıra ilə düzsəm və həmin ədəddən yeni bir ədəd düzəltsəm, bunu alaram. Sonra da onu tərsinə çevirsəm də ən böyük alaram. Gəlin əvvəl bu iki ədədi almağa görə necə edə bilərik? Elə eləyin, ədəd alaq. Sinin ədədin rəqəmlərini tapmağını artıq əzbər bilirik demək olar. LLK olur məndə hər dəfə nə? N5 10 LL N də böl bərabər olur 10-a. Düzdür? İndi mənə tək lazım olan bir dənə vektordur. Niyə array yox, vektor uşaqlar? Çünki mən n rəqəminin neçə rəqəmli olduğunu bilmirəm. Bu 3 rəqəmli də ola bilər, 5 rəqəmli də ola bilər. Mən onun üçün bu ədədləri bir vektora yığacam. Həm də vektordan istifadə etmək daha rahatdır. V.pb define'im yoxdur. Push back nəyə push back eləməliyəm? Hansı ədədi push back eləməliyəm? Uşaqlar, nəyə push back eləməliyəm? Müəlliməm bir dənə sual vermək istəyirəm. Aha. Nə zaman biz v kvadrat mötərizədən istifadə edirik, nə zaman biz pushback-dən istifadə edirik? Vektora pushback eləmək anlayışı ilə V-nin bu ixtiyari indeksini götürməyi nəzərdə tutursan da, düzdür? Hə, onların arasında fərq nədir? Onlar asan işlədək. Bunların arasında tamam bir fərq var. Bu da nədir? Bax, sən bir şeyə vektorun var, deyək ki, bax, bir dənə vektorun var. Vektor olsun bu şəkildə. Ədədlər 3-dür, 1-dir, 4-dür, 1-dir. Bu şəkildə bir vektorun var. 0-cı, 1-ci, 2-ci, 3-cü. Yəni indekslərini yuxarıda yazdım. Tamam. Sən vektora pushback yeni bir ədəd, məsələn 5-i pushback eləsən, bu ikisindən tamam fərqli şeylərdir. Sən 5-i pushback eləyəndə bu gedir. Ən sona bir dənə 5 artırır. Artıq 4-cü elementin var. Array-in 4-cü elementi yaranır. Sıfırdan yaranır. Amma sən i3-ü götürmək istəsən məsələn, avtomatik gedir var olan ədədi tapır. Var olmayan bir şeyi tapa bilməz. Tamam? Bəli. Bu ikisinin fərqi budur. Okay? Məncə array yazılışına görə daha asandır, amma deyəsən siz vektorların funksionallığına görə bəyənirsiniz də. Aha, çünki dediyim kimi, bir sən necə? Deyək ki, tamam, bir array yarada bilirsən. Okay? Array deyək ki, n element yaradırsan, sortlaya bilirsən, şey eləyə bilirsən, amma biz nə deyirik? Vektor yaradıb, vektorla array-ilə elə bildiyin hər bir şey eləyə bilirsən, plus da olaraq pushback-i, popback-i və yaxud da şey var da, back funksiyası. Yəni bunların əslində özləri də önəmli şeylərdir. Niyə? Çünki pushback eləməyin özü belə çox avantajlı bir şeydir. Bax məsələn indiki sualımızda sənə bir ədəd verilir. Bu ədədin neçə rəqəmli olduğunu bilmirsən. Sən neçə ölçülü array yaradacaqsan ki, bütün ədədləri saxlaya biləsən. Bilmirsən. Amma bir dənə boş vektor yaratsan, içində heç bir element olmayan. Bomboşda, yəni A0 belə yoxdur yəni içində. Yəni V0 belə yoxdur. Yəni ilk ədəd belə yoxdur ki, onu istifadə edə biləsən. Amma növbə ilə bu 3-ü, 0-ı, 6-nı, 0-ı, 5-i bir-bir əlavə elədikcə, artıq bir vektorun içində ədədlər formalaşır yavaş-yavaş. Və sən artıq ölçü bilməyə ehtiyac yoxdur. Tamam? Direkt bunu götür, istifadə etməyə başla.
Aydındır? Size-a qədər get hər dəfə istifadə elə. Müəllim, indi pop back ən arkada olan ədədi silir də. Biz bir şey eləyə bilərik ki, həmin o pop back vektorun içərisində ortada və ya başda olan ədədi silə bilsin. Əslində onun yolları var. Nə yalan deyim, var. Funksiyaları var. Amma biz onları indi yox, gələcəkdə keçəcəyik. Ona görə hələ bizim lazımımız deyil. Tamam. Tamam. Yəni suallarda da istifadə eləməyəcəyik onu. Və bir problem var ki, onlardan istifadə eləmək şey deyil. Biz necə uşaqlar, o gəlin qısaca deyək. Məsələn, siz bir şeyi pop back eləyəndə o gedir, elə direkt bunu silir. Tamam. Amma o funksiya deyəcəm sizə ki, erase olacaq məsələn, erase funksiyası. Erase funksiyası ilə bir vektordan nəsə deyək ki, həmişə birinci, ikinci elementi silmək istəsəz, o nə edəcək? O sizin əvəzinizə gedəcək bir dənə təzə vektor yaradacaq. Təptəzə, təzə vektor. Bax bu elementi siləcək. Bu elementi silmək nə deməkdir? Bu ədəd olmadan yeni obyektlərini saxlamaq deməkdir də. Təzə vektora bunları əlavə eləyəcək. Sonra bu vektoru götürüb buna bərabər eləyəcək. Yəni biz necə time baxımından, yəni istifadə baxımından çox yavaş bir şeydir. Aydındır? Bəli. Heç sərfəli deyil də istifadə eləmək. Ona görə də onun üçün biz onu istifadə eləmirik. Tamam. İndi pop back, push back k deyirəm. Yəni k-nı əlavə eləyirəm. Daha sonra, aha, uşaqlar, artıq baxın. Gəl siz görmək xətrinə bunu bir dənə çıxışa verək. I kiçikdir n-dən, i++, n-dən yox, v.size-dan. Tamam. Siyahut v, i. Aha, hətta bunu end-ondan verək. Uşaqlar, 4 var çünki bu ehtimal burada. Ədədim nə idi? Buydu da. Aha. Uşaqlar, məsələn, buradan eləsəm, görərsiniz ki, mən əvvəllər, baxın. Ay, yox, heç boş verin. İndi məsələ nədir? Mən bunu sortlayacam. Array sortlayacam ki, nə dedik? Sortlayanda nə baş verir? v.begin v.end. Avtomatik bütün kiçiklər əvvələ gəlsin, böyüklər axıra getsin. Baxın, sıfırlar əvvələ gəldi. 3, 5, 6. Bu şəkildə artıq gördüyüm kimi bunu aldım. Ana. Bunu aldım. Yəni ədədlərin rəqəmlərini tapandan sonra aldım bunu. İndi yaxşı, mən necə edeyim ki, buradan 356 rəqəmini yığım? Elə edeyim ki, buradan 356 rəqəmi çıxsın. Gəlin ona əvvəlcə belə baxaq. Adi bir sual üzərində baxaq. Deyək ki, sizə 1, 3, 2, 5 verilib. Bunları biz normalda siyahıda yan-yana verəndə deyir ki, kod onu elə başa düşür ki, bütöv bir ədəddir. Amma bəs mən bunu həqiqətən bütöv bir ədədə çevirmək istəyəndə nə edə bilərdim? Onun üçün uşaqlar, belə bir yöntəm var. Əslində izahı falan çox asandır. Nə edirik? Bir dənə deyək ki, x dəyişəni götürək. Baxın, qısaca görəcəksiniz. X-i təzədən 10-a vurub üstünə bunu gələcəksiniz. Yəni bir-bir bütün v-lər gələcəksiniz. Belə yazım. Üstə gəl v-i. Və nə baş verir? X əvvəl 0-dır, düzdür? 0-ı vuracaqsınız 10-a, üstünə gələcəksiniz 1-i. Eləyəcək 1. Sonra bu oldu birinci turda 1. Növbəti turda x-i vurdunuz 10-a, elədi 10. Üstünə gəldiniz 3-ü, elədi 13. Sonra yenə 13-ü vurdunuz 10-a, 130. Üstünə gəldiniz 2-ni, elədi neçə? 132. Vurdunuz bir dəfə də növbəti tur. 132-ni vurdunuz ona, 1320. Üstünə də gəldiniz 5-i, alın nə? 1325. Aydın uşaqlar. Bəli. Baş verir. Yəni yeni bir ədəd yarat. Biz həmişə deyirik yan-yana verəndə okeydir, amma indi istəyirəm ki, bunu həqiqətən bütöv ədədə çevirim. Hə, onda
Ona vurub üstünə sonuncu rəqəmi gəlsəm, bu şəkildə alıram. Tamam. Bir saniyə inşallah üzr istəyirəm. Bu sual çox problemli sualdır. Haçan bu suala baxsam başıma nəsə gəlir. Aha, bu sual çox problemli sualdır. Haçan baxsam başıma nəsə gəlir. Deməli, harda qaldıq uşaqlar? Bir saniyə. Hə. Aha, bu yöntem tamamilə aydındır. Necə olur? Belə bir şey deyəndə düz alınır hər dəfə. Okey. Qarnı qalan bir şey yoxdur orada. X-ə 0 deyirəm ən başda, çünki yeni bir ədəd yaradıram. Müəllim səs bağlıdır. Aha. Hə, uşaqlar. Deməli, aydın oldu mu bu? Bəğdə mən də danışıram yenə öz-özümə. Bu üsulda qaranlıq qalan bir şey olmadı ki, necə işləyir? Müəllim indi nəyə başa salmaq istəyirdiniz? Bunu ki, necə yeni bir ədəd yarada bilərik? Yox, səsi bağlayanda. Yo, orada yox idim. Yəni bir anda işim çıxdı, getmişdim. Mouse tərpədəndən bu yana varam. Tamam. Burada indi bayaq getməmişdən qabaq izah etdiyimdə qaranlıq qalan bir şey qalmadı. Yox, başa düşdüm. Tamam, hamı uşaqlar. Yəni bu x-in necə yarandığında bir problem yoxdur da məncə. Okey. Aha, x-i indi yaradaq, yəni dediyimizi eləyək. X bərabərdir x vur 10, üstünə gəlirik nəyi? V ini. Görsəz görərsiniz ki, həqiqətən bu şəkildə yazanda düz işləyir. Hətta ki, bunu yaradandan sonra bir dənə siyahut x-i də çıxışa verək, görək. Həqiqətən yaradacaq mı ədədi? Aha, gördünüzmü? Sıfırlar da yoxa çıxır belə olanda. Niyə? Çünki 1 idi. Yeni bir ədəd yaratmaq biz həmişə onsuz deyirik. Sıfırları yoxa, əvvəldəki sıfırları yoxa çıxardır. Aha, uşaqlar, yeni ədədi yaratdım. Bu məndə əslində x yoxkən mini deyək. Mini. X-i bayaq görmək üçün deyirdik. Mini bildik ki, budur. Bəs yaxşı, maksimum neyniyək? Bu səfər bir dənə array-yə reverse ataram. Düzdür? Yenə v.begin v.v.end reverse atmaq, yəni bayaq dediyimiz kimi də bu ən başda izah elədik. Hardadır?
hardadır? Hə, burdadır. Nə deyirik? Baxın, reverse atanda da rəqəmlər tərsinə şəkildə yığılacaq və tərsinə şəkil olanda da bu səfər yarada biləcəyimiz ən böyük ədədi yarada biləcəyik. Tamam. İndi bunu eləyəndə mən götürəcəm bir dənə. Bu səfər LL max deyəcəm. LL max olacaq 0-a. Reverse atmışam. Bunu da qısaca kopyalayım, yapışdıraq. Düzdür. Reverse atandan sonra miniləri bir dənə max eləmək qalır. Max və belə. Max'ı gəlin sizə yanına bir dənə çıxışa verək. Okay. Sonra bunu run eləyək. Görürsünüz, minimumu da aldıq, maksimumu da aldıq. Все, artıq mənə lazım olan hər bir şeyim var. Tək hesablama olduğum maksimum çıxılsın minimum vurulsun özü. Yəni təzədən maksimum çıxılsın minimumdur. Bu qədər uşaqlar. Aydın oldu mu? Neynədik? Bəli. Diğerləri Bəli. Bəli, müəllim. hamıya yine Pınar icazə almışdı. Düzdür. Dəstə niyə cəmsi 8 nəfər var? Bu qədər az olmalı deyil yaxı. Davamiyyət. Əlavə edək. Rufo qrupumuz. Nailə burada. Nail indi qoşuldu. Əfraim burada. Aslan burada. Həmid yoxdur. Düzdür. Səriyə burada. Pınar icazəlidir. Əli burada. Fərid burada. Burada Selcan yoxdur. Həminlə Selcan yoxdur. Okay. Bir qaranlıq qalan yoxdur uşaqlar. Qeyd edə biləcəksiniz bu sualda. Tamam. Geçim o bir suala. Okay. Bütün bölənlər uşaqlar Yəni burada yenə kökaldı üsulundan istifadə etmək lazım olacaq. səsim gəlirmi? Bir dənə əfrəm üzr istəyirəm. Bəli. Hamı eşitdi? Hamı razıdır bayaqki sualdan? Şimdi Bəli. hə yox demişdi uşaqlar. Mən qaranlıq qaldığınızı düşünməyə başlayıram sadəcə. Tamam. Hə, gəldik sənin suala əfrəm. Əlbəttə, niyəsini izah edə bilərsən mənə? Niyə kökdən istifadə etməliyik? Neydi o? Ebi hansı ədədin kök altına qədər gələn ondan kiçik ədədlərin sayı digər o birisi tərəfdəki ədədlərin sayına bərabərdir də. Həmin onlar bir yerdə həmin bu ədədin bölənləri sayılacaq. Elə yadımda qaldı mənim. Aha, yəni həlli düz dedin, amma niyə biz belə bir şeydən istifadə edirik? Niyə bir dənə kimi getmirik? Məsələn, bir dənə deyək ki, 49-un bölənlərini istəyir də bizdən. O 49 kök altında 7-dir. Aha. Deməli, 7-ni yazırsan. Daha sonra isə ebi 49 ancaq 2-də 7-dən bəli. Anlamışsan. Sən hər yolunu deyirsən. Mən səndən niyəsini soruşuram. Niyə işlədiyini yox. Niyə belə bir şey dedik, onu soruşuram. O deyəsə mənim yadımdan çıxıb. Uşaqlar, bir də vurğulayıram. Nailə gördüm. Düz dərəcədə inanıram. Amma bir də mən ümumən deyim. Uşaqlar, baxın. 10 üstü 7 dediyimiz uşaqlar, bir kompüter 1 saniyə ərzində 10 üstü 7
10 üstü 8. Bu aralıqda baxın, bu qədər proses yerinə yetirə bilir. Proses. Tamam. Yaza bilmədim, biraz xətt pis oldu. 1 saniyə ərzində bu qədər əməliyyat yerinə yetirə bilir. Bir əməliyyat da nədir? Aşağı yuxarı ilə bizim bir sətrimiz. Tamam. Yəni bir sətri 1 saniyə ərzində bir kod 10 üstü 7 ilə 10 Müəllim bağışlayın, orada Həmid tərəfə qoşulmaq istəyir. Aha, mən nə bildim, əl qaldırırlar. Tamam, çox sağ ol. Görməmişdim. Elə şeylər olanda uşaqlar təkrar Tamam. salam Həmid. Siz də nəsə olanda elə şeylər olanda deyin, gözündən qaçanda olur. Baxın, bir sətr dedik ki, yəni 1 saniyə ərzində 10 üstü 7 və ya 10 üstü 8 dəfə yəni bu ikisi arasında sətr yerinə yetirə bilir. İndi bizim də sualımızda n ədədi 10 üstü 9 verilib. Ən böyük bu ola bilər. Onda mən bir dənə for yazsam. Şöyle for nə idi? Yəni biz forda nə deyirdik? For Sayır. Aha, sayır. Amma neçə dəfə sayacaq? Birdən n-ə kimi sayacaq. Bu da belə də elə n sətir deməkdir, aşağı yuxarı. N sətirli bir kod deməkdir əslində. Sadəcə biz onu nə edirik? Bir neçə sətrə sığdırırıq da. Düzdür, bizim zaten yadınızda if yazırdıq neçə dəfə. Bir dəfə kod göstərdim sizə. Bir ifi neçə dəfə kopyaladım, yapışdırdım alt-alta. Sonra dedik ki, bu ifləri hər dəfə durmadan kopyalamamaq üçün biz də while yazırdıq ki, while o şərt düz olana qədər o ifləri əslində yerinə yetirir də. For da nə idi? Elə n dənə sətir yazmaq əvəzinə mən bir dənə for sətir yazıram. O n dənə sətir əvəz edir də. Düzdür? Aşağı yuxarı olsa bu mənaya gəlir də. Bu yan başa düşür? Bəli. Aha. İndi sözümüzü bura gətiririk ki, n 10 üstü 9-dursa və mən bu qədər dövr gedəcəmsə totalda 10 üstü 9 dövrü mən 1 saniyəyə sığdıra bilmərəm də deməli. Bu 1 saniyə heç cür sığa bilməz. Yəni mənə ən azı 100 saniyə falan lazımdır ki, tamam, bu birdən n-ə kimi gedib bir-bir bütün ədədlərə baxa bilim. Amma gəlirəm sualın şərtinə. Baxın, bu sualımdır. n 10 üstü 9 yazılıb. Bir də baxıram, ekrana baxın. Time limit, yəni vaxt məhdudiyyəti deyə bir şey var. 1000 millisaniyə. 1000 millisaniyə şey deməkdir. Saniyə çevirəndə 1 saniyə deməkdir. Yəni mən kodum 1 saniyə ərzində işləməlidir. 1 saniyə ərzində də deyirik axı sığdıra bilmərik. Sadəcə 100 şeyimiz var. 100 saniyə, ən azı hardasa 100 saniyə lazımdır ki, bu kod yerinə yetsin. Lap deyək 10 üstü 8 dənə icra edə bilirəm. Onda mənə ən azı 10 saniyə lazımdır. 1 saniyə hara, 10 saniyə hara. Düzdür? Bu ikisini görürəm ki, yerləşmir. Ona görə mən elə bir həll tapmalıyam ki, bu qədər proses sayını aşmasın. Tamam uşaqlar. Müəllim, belə anladım ki, kökaltı yolu daha tezdir. Ona görə o yolla gedirik. Biz də onsuz bunu görürük ki, birdən n-ə kimi gedəndə sən n dəfə dövr edirsən, birdən kökaltına qədər gedəndə kökaltını dəfə dövr edirsən. Bunlardan hansı daha kiçik olur həmişə? Biz bilirik ki, kökaltı hər zaman kiçik bərabərdir. Kəsr ədədlər xaricdə, natural ədədlər üçün həmişə bu düzdür. Doğrudan da baxsaz, 49 məsələn. 49 həmişə kökündən böyük olur da. Kökaltı 49-dan böyükdür. Yəni bu açıq bilinən bir şeydir. Tamam uşaqlar. Ona görə nə edirik? Deyirik ki, dəyəndə ki, kökə kimi getmək daha az vaxt tutur. Tamam. Gələk sualın özünün həllinə. Baxın. Biz sadəcə həmişə yazdığımız kodu bir yazaq qısaca. Bir dənə for var. int 1-dən i kiçikdir. Bərabərdir SQT n i++. Bir dənə vektor götürün, bir də qayıtmayayım bura. Vektor elb if n faiz i məndə 0-dırsa, nə deyirəm? Şöyle, sihat i ilə
n bölünsün i. Yəni i ilə n bölünsün i mən də arta bilirəm. Həmişə bölənlərimdir. Məsələn, gəlin elə ədəd verək, orada test case'lərdə olanlardan. 36 verək. Burada. Çox uzatdım. 36. 36 verəndə uşaqlar görəcəyik ki, baxın, bütün bölənlər əslində mən axtardığım bölənlər elə burada olan bölənlərin hamısı buradadır. Amma bir problem var. Yəni mən burada endless silib boşluq yazsam, bir boşluq qoysam yenə. Yenə run eləsəm, 2 dənə problem görəcəyik. Birinci görəcəyik ki, nədir? Görəcəyimiz kimi nədir? 2 dənə 6 var. Bu olmamalıdır. İkinci budur ki, mənə bunlar artan sıra ilə lazımdır. Yəni 1, 2, 3, 4, 6, 9 bu şəkildə getməlidir. Gəlin problemləri yavaş-yavaş həll edək. Gəl birinci 2 ilə 6 məsələsini həll edək. Mən nə edərəm? Yox, gəlin elə əvvəl artanlığı düzəldək, sonra 2 ilə 6-nı daha rahat həll edə biləcəyik. Artanlığı düzəltmək üçün mən bu ədədləri çıxışa vermək əvəzinə vektora pushback eləyəcəm. Şöyle define mi yazım? Yoxsa çox əsəbləməyəm. Define push pushback eləyəcəm hər dəfə nəyi? i-ni, bir də nəyi? V nöqtə pushback n bölünsün i-ni. Yəni 2 ədədim var. Onları çıxışa vermək üzrə vektora verəcəm. Vektora verəndən sonra sort V nöqtə bilin, yəni başdan sona sortlamağın yolunu hamımız artıq bilirik yəqin ki. Və ən sonda nə edəcəm? For int i sıfırdan i kiçikdir V nöqtə size i plus plus. Hər dəfə V i-ni çıxışa verəcəm. Avtomatik belə olanda nə baş verəcək? Boşluq verməmişəm. Görəcəyik ki, nə olur? Bütün ədədlərim artan sıra ilə çıxışa verilir. Hə, bir də burada indi gələk 2 ilə 6 məsələsinə. Bunda sadəcə bilirəm ki, baxın, bu 6-da problem yoxdur. İkinci 6-da da problem. Deyəcəm ki, i nida bərabərdirsə n bölünsün i-yə, hə, onda pushback elə. Aydındır? Şö. Bir də run eləsəm, görəcəm ki, o problemi də həll elədik. Şö. Ancaq ədədin bölənləri və artan sıra ilə. Aydın uşaqlar. Bəli, müəllim. Bilirəm, çoxunuz yazmışdınız bu sualı. Amma sualınız yoxsa keçirəm yenə o birisinə. Bu sual. Sualda nə deyir? Çox mənasız bu sual. Bir A ədədi verilir, bir də B ədədi verilir. Bunu bölək. B ilə yazılır. A və B ədədi verilir. Məsələn, deyək ki, olsun 22 ilə 20 ilə 25 yox 27 olsun. Yox. Elə bir şey olsun ki, rahat görə bilək. 30 bunu bilmədim. 126 ilə bu da olmayacaq. 325 ilə aha tapdım. 4 yox. 2 304 olsun məsələn. Məsəl üçün bu da böyük oldu, düzdür. 347 olsun. Nə deyir? Məsələn, A ilə B verilir. A-dan B-yə kimi olan bir-bir bütün ədədlərdə nə edəcəm? Mən bir dənə sum tapmalıyam. Amma nəyin sumı? Sualı daha sadələşdirmək üçün f(i) deyəcəm. Bir-bir bütün f ilə cəmləməliyəm. F funksiyası nə işə yarayır? Ədədin bayaq nə edirdik? Minimumu tapırdığı yazıcıda alına biləcək ədədlərin rəqəmlərini rearrange edib, yəni yenidən sıralayıb ala biləcəyimiz ən kiçik ədədi qaytarır. Yəni f-i onu qaytarır. Yəni məsələn 325-i çevirəcək eləyəcək nə? 235. Sonra ondan sonraki ədəd nə gəlir?
326 gəlir. 10 çevirib eləyəcək nə? 236. Və bunları toplaya-toplaya gedəcək. Ən sonda da o cəmi mənə çıxışa verəcək. Məsələn, 19-dan 22-yə. 19 üstə gəlsin. 20-ni eləyəcək 0,2, yəni 2. 21-i eləyəcək 12. 22-ni eləyəcək 22. Və bunların hamısının cəmi də mənə eləyəcək nə? 55. Son şərt aydındırsa, həllinə baxaq tez. Uşaqlar, maraqlı və sadə olacağını düşündüyüm üçün A-la B-ni alaraq gəlin sırf xatırlayaq deyə elə sam olsun 0. Gəlin bir dənə f funksiyasını həqiqətən yazaq. Mən bayaq sadəcə izah eləmək üçün dedim. Elə bir x ədədim olsun. Düzdür? Bir də n ədədim olsun. Mən necə eləyərəm ki, hər dəfə 0 şey deyim, ola biləcək ən kiçik ədəd yaradım. Elə bayaq ki, onu bir dənə vektor yaradacağım. Düzdür? Vektor LLV. Hər dəfə for-la gedəcəm. For deyirəm, while-da ədədi böləcəm. X ədədini böləcəm. V nöqtə pushback x faiz 10 x böl bərabərdir 10. Düzdür? Sonra bir dənə sort atacağım bu vektora. V nöqtə begin vergül V nöqtə end. Düzdür? Bunu eləyəndən sonra nə deyəcəm? For int I 0-dan kiçikdir V nöqtə size. Çünki axı mən gedib bir-birini eləməliyəm. O ədədləri bayaq sizə öyrətdiyim üsulla. N bərabərdir, N vurulsun 10, üstə gəlsin V2 kimi yazacağım ki, yeni bir ədəd yaradım. Artıq bilirəm ki, cavabım bu yeni ədəddir və return N deyəcəm. So, fx funksiyası aydında bizə nə edəcək? Ədədin hər birini deyək, 0 ola biləcək ən kiçik ədəd yaradacaq həmin ədəddən. Tamam. Mən sizə məcbur eləmirəm ki, gedin bunu bu şəkildə yazın. Funksiyanın içində yazın. Siz də bunu forun içində də yaza bilərsiniz. Amma biraz düşünsəniz görərsiniz ki, funksiyaların xeyri burada gəlir. Yəni, daha qarışıq yox, daha sadə bir kod halına gəlir. Yəni, sizin kodunuzda kim baxsa, başa düşəcək ki, f funksiyası nə işə yarayır? Ədədi, yəni sualın şərtinə uyğun başa düşəcək ki, ədədi ola biləcək ən kiçik yeni ədəd düzəldir. Hə, artıq bir də beyin qarışmayacaq ki, məsələn, iç-içə for yazanda bu for nə işə yarayır, bu nə for nə işə yarayır. Elə hazır gəlib f funksiyasına rahatlıqla baxacaq və gəlib burada kodda başa düşəcək. Aydındır uşaqlar, niyə funksiya ilə yazdım mən bu dəqiqə? Ki, ancaq rahatlıq xatirinə. Hə, hər dəfə də samın üstünə gələcəm nəyi? F in. Siyahut sam. Tamam uşaqlar. Bərməm. Vermədim. Əli, Nailə, Əsəriyə, Nail. Səs və çıxır. Aydındır müəllim. Tamam. Səhv var idi mi? Yox idi. Şeydə yox idi. K. Son şərti nə deyirdi? The students in the dance competition team the first day of camp. The students that couple dance in t-shirt. Nə istəyir sualda? Deyir ki, tədbirə n dənə uşaq gəlir, amma bunları pairləmək lazım. Yəni, 2 nəfər olmaq, birinci və ikinci uşaq olmaq şəklində eyni yerə düzmək lazımdır. Bunların da köynəkləri hərəsi müxtəlif formadadır, amma eyni olanlar da var. Və müəllim də qərar gəlir ki, köynəkləri eyni olanları bir qrup yaratsın. Yəni, ikili bir cütlük yaratsın. Və nə edir? Məsələn, sualın şərtinə baxsaq, deyək ki, bu 3 ilə bu 3-ü bir dənə komanda yaradır. Bu 0 ilə bu 0-dan bir dənə komanda yaradır. Yan-yana olmağa məcbur deyil. Bunu eləyəndən sonra gör ki, sadəcə 2 dənə yarada bildi və cavab 2 olur. Hə, indi bir
ədədlər verilir. Bizdən soruşur ki, neçə dənə yarada bilərik. Okey, uşaqlar, son şərt aydındır. Həlli də ki, nə edəcəyik? Son şərt aydındır. Bəli, müəllim. Bəli. Hı -hı. Yaxşı. Çox az adam yazıb deyə belə bir şey söyləyəcəm. Nə edə bilərik? Hə, uşaqlar. Necə bir həll yaza bilərik? Kimin ağlına gəldi? Məsələn, oxuduq da son şərtini. Kim nə düşünür ki, məncə müəllim, biz bu şəkildə gedə bilərik. Artıq yavaş-yavaş fikirlərinizi soruşacağam, çünki dərsdə heç bir şey danışmamağa qərar alırsınız getdikcə. Sualı oxuduq, sualın şərtini başa düşdük. Sizcə necə bir həll yazmaq olar sualın şərtinə? Heç kimin fikri yoxdur, necə yazmaq olar? Yazmayanlar. Müəllim, bir sual hızlı göstərə bilərsiniz. Bir də deyim istəsə sualın şərtini. Yəni bir array var. 2 qruplaşdıra bilərik yeni rəqəmləri. Və mən ən çoxu, yəni ən çox yox, neçə dənə qrup yarada biləcəm. Sonda neçə dənə qrup yarada bilərəm. Müəllim deyim. De. Bir nəfər desin, yəni fikri varsa desin. Mən birinci sort atıb, ondan sonra bir-birinə bərabər olanların sayını tapıb Aha. sonra çıxışa versək. Ay son, yəni çox da bir çətin fikir deyil də, yəni düzdür? İlk baxışdan elə məntiqli fikirdir. Və həqiqətən belə də eləyəcəyik. Ədədlər alacağıq. Ala bir dənə vektora pushback eləyərik bunları. Ki, yəni sayını bilmirik çünki sortlaya bilək. Vektor LLV. İndi bunu eləyəndən sonra mən bunlara bir dənə sort atacağım. Uşaqlar, gəlin bunu eləməmişdən qabaq yeni bir şey öyrədim sizə. Define yazırıq da, düzdür? Define all içinə bir V yazsaq, yəni bu V artıq, baxın, mən mütləq deyil ki, gedib bura all həqiqətən də V yazım. Yəni bura X yazsam dəyişən məntiqi, yəni bu V-nin əvəzinə X düşünəcək. Aydındır? V.begin vergül V.end. Tamam. Bu nə deməkdir? Bu onsuz bilirik ki, şeyin içidir. Sortla reverse-in içidir. Və mən bunu V yazanda, buradakı V-lərin əvəzində mən burada nə yazsam, X yazsam, artıq X.begin, X.end kimi define edəcək onu. Yəni define onu eləncədən qəbul edəcək. Aydındır uşaqlar? Bəli, müəllim. Bəli. Əslində define-in belə özəlliyi də var. Bəzən funksiya yazmağını cəmaət məsələn define yazır. Nə edir? Deyir ki, F, A, B. A üstə gəlib B qoyurlar. Başına gedir, siz F, A, B yazanda A üstə gəlib B-ni hesablayacaq. Amma abartmaq olmur da, yəni mən rekursiv falan şeylər yaza bilmirəm bu ilə. Amma önəmli olan bu tipli şeyləri rahatlıqla yaza bilirəm. Məsələn, begin end. Onun üçün mən all yazmağı tərcih edirəm. Sortun içində daha qısa olur. All V yazsam, tamam, artıq nə edəcək bu? Həm nə deməkdir? V.begin, V.end. Tamam. Vektorumun adını dəyişməli olsam, məsələn, bunu X eləməli olsam, artıq ya bunu da X eləyə bilərəm. Okey, yəni heç bir problem olmayacaq. Amma V ilə davam. Aydındır bu? Yəni, başa əmin olun. Varmı? Gəlin Bəli, müəllim. bir şey göstərim. Bir müddətdən sonra siz də mənim kimi define xəstəsi olacaqsınız. Nə deməkdir bu? Mənim template'im budur deyəsən. Suallar, yox, bu deyilmiş. Öz template'imi göstərim. Bir müddətdən sonra inşallah görəcəksiniz ki, bu boyda define'lər falan yazırsınız, həmişə sabit olaraq. O müddətə gəlib çıxacaqsınız.
Məsələn, bunları durmadan baxın görürsüz. Pushback burada var. All burada var. Mən o vaxtda L-lə yazırdım. LL burada var. Hətta bir müddətdən sonra bunu da define edəcəksən, amma ora gəlib çıxana qədər var elə. Tamam. Onun üçün artıq yavaş-yavaş sizə bəzi define'ları indidən öyrətməyə başlayıram. Yəni bunlar belə də define'lar normalda insandan insana dəyişir. Amma bunlar artıq elə define'lardır ki, bunları artıq %90 proqrammerların çoxsunu görə bilirsiniz. Yəni Rufo-ya hazırlaşanlarda hətta bölmə əksəriyyətini görə bilirsiniz. Tamam. Nəysə, sortladıq, qaydaq suala. Sortlayandan sonra nə lazımdır mənə? Bir dənə LL ans götürürəm ki, cavabı saxlayım. Baxın, bir dənə for int i sıfırdan i kiçikdir v.size-a i++ gedirəm. Yox, burada birincidən başlayacağım. Niyə birincidən başlayıram? Səbəb nədir? Son şərtinə qaydaq. Bax, bunu sortlasam, yəni test sortlayaq. 0, 0, 0, 1. Nə var orada? 3, 3, 6. 3, 3, 6. Baxın, mən artıq deyəcəm ki, bundan başlayacağam. Deyəcəm, bu əvvəlkinə bərabərdirmi? Aha, ansı elə 1. Ansım oldu 1. Gələcəm, uşaqlar, artıq bu sıfırla bu sıfıra baxa bilmərəm də. Mən bunlara baxmaq lazım deyil. Onun üçün bir dəfəlik i-ni 1 vahid yox, 2 vahid artıracam. Yəni, i bura keçməyini istəmirəm, i-nin bura keçməyini istəyirəm. I gələcək bura. Bu ilə bu bərabərdirmi? Yox. i bir vahid sürüşəcək olacaq burada. Bu buna bərabərdirmi? Yox. Gələcəm bura. Deyəcəm, bu buna bərabərdirmi? Hə. Onda neynə? Bunu da 1 vahid artır. Aha, alındı mı? Alındı. Yenə, artıq bunu istifadə eləmişəm deyə, i-ni 2 vahid artıracam. Gələcək bura. N-dən böyük olacaq, yəni şeyin v.size-ımdan o yanadır deyə artıq for avtomatik duracaq. Cavabım da olacaq nə? 2. Aydındır? Yəni 2 dənə şərt var. Bərabər olsa ansımı artırıb i-ni 2 vahid artırmalıyam. Yox. Bərabər deyilsə də i-ni prosta artırıb keçməliyəm bir növbətiyə. Tamam. Tamam uşaqlar. Onun üçün deyirəm ki, baxın uşaqlar. Deyəcəm ki, a-i bərabərdirsə a-i minus 1-ə, bir əvvəlkinə bərabərdirsə, ansımı artır i++ else bir şey eləmə. Else onsuz bir şey qalmır. Niyə? Çünki mən onsuz bilirəm ki, bu i++ hər dövrdə olur da. Yəni, bir növbətiyə keçmək, onsuz for özü eləyir mənim əvəzimə. Yaxşı, bəs mən niyə burada i++ yazdım? Çünki dediyimiz kimi, bax, elə bir ki, i hal-hazırda buranı göstərir. Düzdür? Məsələn, bu şərtdə. i++ mən elədiyim üçün bura keçdi. Sonra, baxın, burada şey qutardı. Forun içi bir dəfə qutarır. Qayıdır təzədən bura. Bura qaydanda özü artırır. Yəni, bir dəfə mən artırdım, bir dəfə də özü artırır. Avtomatik 2 dənə tullanmış olur. Aydındır? Burada da siyah ans deyirəm. Tamam. Tamam uşaqlar. Bəli, müəllim. Bəli. Okey. Əbrahim Adlı. Belə. Müəllim, kodu bir də göstərə bilərsiniz. Aha. Bir dənə göstər bu. Boş versin. Oldu müəllim. Tamam uşaqlar. Bir qaranlıq yoxsa keçək. Vektorlar bu qədər idi. Yəni, düzdür. Vektorlara aid hələ çox sual görəcəyik. Amma dediyimiz kimi, vektorlar yəni bir sual növləri deyil də. Oturub da yəni sırf vektor sual işləməli bir mövzu deyil. Vektor Cout kimi bir şey mövzudur. Yəni sualların içində işləyəcəyimiz bir mövzudur. Aydındır? Yəni Cout-u necə hər sualda istifadə ediriksə, düzdür, vektoru lap hər sualda istifadə eləməyəcəyik, amma yəni bir çox böyük əksər suallarda biz vektordan istifadə edəcəyik. Tamam. Mən çox array ilə də yazmıram bəzən sualları, elə vektorla yazıram deyə array suallarında bəzən də vektorla yazacağıq. Bu kontestdən qaranlıq qalan bir şey yoxdursa, keçirəm o birisinə. Mümkün ona baxmadım. Hansı suala?
G sualı. C sualı. Baxmadı. C sualını demirsən. Bəli, müəllim. Ee, hə, mən bu həlli özüm göndərmişdim. Hə, tamam, düzdür. C sualı bayaqki sualın F sualının tam eynisidir. Tam deyək, yəni aşağı-yuxarı eynisidir. Burada kvadrat əvəzinə sualın şərtinə baxaq. FK funksiyası nə iş görür? Böyükdən ala biləcəyimiz ən böyükdən ən minimumu çıxır. Amma bir məsələ var. Əgər əvvəlində 0 varsa, o qalmalıdır. Yəni, məsələn, 100-dən 1-i çıxıram. 100 Müəllim, biz bunu funksiya kimi yazmalıydıq, yəni yuxarıda funksiya ilə. Şolar şey deyil, mən demişdim. Funksiya kontestindən başqa mən sizə heç vaxt məcbur eləməyəcəm ki, şolar gedin funksiya ilə yazın. Sadəcə dediyim kimi, sualın şərtini oxuyun, nə istəyirsə onu çıxışa verin. Mən xüsusən vurğulamadım. Mən sizə 2 dənə şeydə dərsən ki, məcbur eləmişəm də. Bir preparation array var idi, düzdür? Orada deyirdim ki, 100% gedin array ilə yazın sualları. Ki, array sualları heç bir array sual deyildi. Bir də funksiya sualları var idi, amma orada funksiya sualları həqiqətən də funksiya sualı idi. Mən xüsusən bir şey demədikcə ki, uşaqlar bunu ilə yazın. Hansı kontestə çıxır-çıxsın, necə yaza bilirsinizsə yazın. Vektor sual, array sualıdır, məsələn. Array ilə yazıla bilər. Vektorla yazırsınızsa okeydir. For sualdır, while ilə yazırsınızsa okeydir. Mən həllinizə baxanda deyə bilərəm ki, niyə while ilə yazmışsan, for ilə yazardın da. Amma yaza bilmirsənsə okeydir. Tamam. Tamam uşaqlar. Bir şey yaza bilirsinizsə okeydir. Deməyəcəm ki, gedin başqa şeylə yazın. Hə, bir dənə problem burada bayaqkindən fərqimiz nədir? Şeyin tapılmağıdır. Yəni əvvəldə neçədən 0 olacaq məsələsi, heç olacaqmı, olmayacaqmı o da var. Yəni nə önəmlidir? Məsələn 100-dən 103 rəqəmli idi. Cavabım da 3 rəqəmli kimi qalmalıdır. Yəni buna önəm verməliyik. Bunun da həllini vaxtımız olsa deyirəm çox deyil. Onun üçün bunu yazdığım həlli göstərəcəm qısaca. Baxın, şey eynidir. Bayaqki kodla çox hissəsi eynidir. Düzdür? Minimum və maksimum tapılmağını məncə bildik. Düzdür? Oranı keçə bilərəm də artıq. Bir dənə count deyirəm. N ədədini bərabər edirəm cavabıma. Yəni artıq cavabım nədir? Maksimum çıxılsın, minimumdur. Yəni ala biləcəyim 2 ədədin fərqidir. Bunu boş verin, buna qayıdacağam. Nə olduğuna qayıdacağam. N 0 deyilsə, yəni bu o deməkdir ki, uşaqlar, yaşayan indi qayıdaq elə. Ədədim 999-dursa, onsuz yarada biləcəyim ən maksimumdan ən minimum ədəd eynidir də ikisi də. İkisi də özüdür. Onda n-im nə vaxt 0-a bərabər ola bilər? Bütün rəqəmlər eyni olanda. Tamam. Yəni n bir dənə o halda 0 ola bilər. Burada niyə count artıracağım? Yine ona gələcəm sadəcə. Neynirəm? Baxın, n artıq məndə cavabımı bildirir. N-i çıxışa verəcəm gələcəkdə. Yəni minimum, maksimum çıx minimum elə budur da. Yəni bunu çıxışa verəcəm bir növ. Baxın, count məndə onu göstərir ki, cavabım neçə rəqəmlidir. Okey. Bir də v.size da mənə şey bildirir. Buradan bayaqdan görürdük də. İlkin ədədim neçə rəqəmli idi. Bunu tapıram. Okey, yəni tapıram ki, BG-də məsələn, əvvəl bilirəm ki, 100 3 rəqəmli idi. Mən bunu v-size ilə tapıram. Bir də fərqi də edəcək, buradan yeni aranacaq 100 çıxılsın 1, o da edəcək 99. Bir də count-la sayıram ki, bu neçə rəqəmlidir? 2 rəqəmlidir. Okey, yəni burada sayıram. Baxın, hər dəfə ona bölürəm, count-u bir dənə artırıram. Hə, bu madəm 2 rəqəmlidir, 3 çıxılsın 2, yəni bunu da yazmışam. V.size çıxılsın count. Artıq bilirəm ki, mən əvvələ nə etməliyəm? Neçədən artıq 0 artırmalıyam? Bir dənə 0 artırmalıyam. Hə, onda get count qədər. Hə, bu yazılışı görməmisiz. Bu şeydə də elə uşaqlar. Bunu şey kimi görün siz. Mən testlərsi vaxtımda yazmışam. Bu deməkdir ki, yəni count dəfə yerinə yetir. Tamam uşaqlar. Bunu belə Count 0 olana qədər. count 0 olana qədər deməkdir əslində.
Amma belə bildiyimiz kimi yazın da siz. Tamam, belə yazın. Orada while bərabərdir 0 olan qədər yazmaq olardı. Daha sonra həmin o mötərizənin içərisində count minus yazmaq ola bilərdi. Aysə elə mən 10 yazmağı istəyirəm. Tamam, belə yazın. Tamam, bu mən yaza bilərəm ancaq. Ə, ə, bu belə, yəni qalan qədər neçədən artıq lazımdırsa o qədər 0 verin. Yəni ilk növbəyə o qədər 0 verin. Sonra cavabı çıxışa verin. Onsuz biz nə demişik? Mən ədədin bu formada olmağı önəmli deyil. Çıxış bu formadadırsa, okeydir də, düzdür? Müəllim, mən də o tipli yazmışam. Yəni yazılış belə təxmini olaraq bəzi yerlərdə Verib. oxşar düşür. Bəli. Aysa, indi gəlirəm bu ifin önəminə. Ana kodum. Hə. Burada bu ifin önəmi nə idi? Mən də əslində bir neçə səhv almışam. 82 falan almışdım. Səhv nədədir uşaqlar? Niyə elə bir şey olur? Məsələn, biz nə dedik? Bu count 0 olanda bir saniyə. N 0 olmağı nə vaxt olurdu? Mənim 2 ədədimdən belə də 999 olanda deyək ki, minimumda 999-dur, maksimumda 999-dur. Tamam. Fərqi eləyir 0. Okey, mən cavaba 0 verməliyəm. Burada bir problem yoxdur. Amma neçədən 0 verməliyəm? 3 dənə 0 verməliyəm də. Yəni ilkin ədədim 3 rəqəmli idi deyə, mənim son rəqəmim də 3 rəqəmli ədəd olmalıdır. Okey. İndi problem nədir? Bu şey yazanda, while-ı bu tipli yazanda 0-ın bir rəqəmini tapır. Niyə? Daha doğrusu bir rəqəmini tapmalıdır ki, baxın uşaqlar. Belə deyək. Bu kodu silirəm. Gəlin belə bir şey yazaq. LL n, bir də LL count olsun 0. While n count plus plus shout ehtiyac yoxdur. 10 düzdür. Shout count. Sin yazmayacağım. Mən buradakı ədəd yazacağam. 123-ü run eləsəm mənə 3 verəcək. Düzdür? Çünki 123 3 rəqəmlidir. Tamam. Yaxşı, bəs mən bura 1 yazsam, mənə 1 verəcək. Çünki 1 rəqəmlidir. Amma mən 0 yazsam, uşaqlar, 0-ın bir dənə bug'ı var, yəni problemi var. O da budur ki, mənə 0 verəcək. Amma 0 rəqəmli deyil də, 0 özü də 1 rəqəmlidir. Aydın olur uşaqlar. Bu niyə belə olur? Biz nə demişik? Gəlir bura 0-ı deyir ki, while 0 olmaz da, yəni şey deyil, true deyil. False-dur. Hə, deməli bura baxmırsan, deyir ki, 0-ı verir. Amma bir dənə upgrade artırmam lazım idi mənim axı orada. Onun üçün mən bir dənə xüsusi 0 halını yoxlayıram ki, n 0-dırsa count-unu bir dənə artır. Tamam. Bunu əllə yoxlayıram. Okey. Ki, niyə belə edirəm? Hanı bayaqki kodumuz? Hə, bunu edirəm ki, sonra burada lazım olan qədər 0-ı çıxışa verə bilim. Tamam. While-ın mötərizəsində ancaq n-i görmək elə qəribə şeydir ki, mən adam öyrəşib ki, while-ın mötərizəsində şək görsün, burada isə n var. N olmağı əslində daha sadədir. Yəni 0 və ya 0 deyil hallarını yoxlayırsan. Yəni bir də n qoyanda n-ə ədəd verir, daha sonra həmin o n-i while mötərizəsində yazanda nə məna verməlidir ki? Yəni iki dəfə təkrarlasın. Yox. N bax, boş n yazmış o. Demişik də bunu səfər. Bu deməkdir. N nida bərabərdir 0 deməkdir. Yəni budur. Qısaca tam olaraq eyni mənanı verir. Bu və yaxud da dediyimiz kimi. Bu. Belə yazacağam özdə. Nə olmadı? Və yaxud da n. Bayan, bu ikisi eyni mənanı bildirir. N yazmaq, n nida bərabərdir 0 yazmaq. Yəni 0-dan fərqli olan kimi davam edə deməkdir də. Fərqi yoxdur. Mənfi olursan, müsbət olursan. Tək 0 olma. Okey? Aha. Yəni o qısalıq mənasında, nə qədər kod qısa olsa uşaqlar, o qədər yaxşıdır. Bunu bilin. Define-la niyə yazırıq? Bir şeyi təkrar hər dəfə long yazmamaq üçün yazırıq. Yəni təkrardan qaçınırıq. Niyə while yazırıq? Təkrardan qaçınmaq üçün, yəni mən dəfələrlə if alt-alta yazmamaq üçün.
Okey, şu an nə qədər qısacsa kod, o qədər yaxşıdır. Müəllim, orada define var. Orada define'a görə istənilən operatorun adını bizim istədiyimiz kimi dəyişə bilərik, yoxsa ancaq bəzi operatorlara aiddir? Yəni şu an demişəm də, koda düşəcək. Define means yazsam. Tapsam yenə göstərəcəm. Tapdım. Belə eləsəm. Save images. Dərsdən kənarda biraz ama. İnanmıram tapım. Aha, buradadır. Şöyle baxın, define-la yəni çox random şeylər deyənlər var. Yox, bundan daha qəşəngi var idi. Gözün o daha ideal idi. De bu da məsələn. Belə böyütsəm öncə rahat görərik. Qəşəng görsənməyini istəyirəm sadəcə. Neynirlər bax, səhifəni biraz kiçilsəm. Yet sözü ilə hər bir şey define edib. Görsən kodu. Kodda nəsə başa düşürsən sən. Amma Elə hə. gedib bir-bir əslində axtarsan, yəni taparsan. Boş yet sözü məsələn burada nədir? Nə bilim əslində burada tapmaq var onu. Şeydir. Yəqin ki using sözü hardasa var. Varmı heç görmürəm. Intdir. Hə, belə başa düşdüm ki, istənilən operatorun adını dəyişə bilərəm də define-la. Amma yəni bu şəkildə də abartmamaq lazımdır uşaqlar. Başa düşürsüz? Aha. Yəni istifadəyə yararlıları əlbəttə olar. Yəni mən özüm də özünüz göstərdim də, yəni nə qədər define yazan adamam. Code blocks-umu açsam orada da daha çoxu var. Bilmirəm, indi o açılana kimi bilmirəm, indi lazım olursa, amma abartmayın. Sonra, bu count da aydındır. Niyə orada bu bir dənə bu önəmlidir? Count n olmağını yoxlayırıq ki, count n olsa, n 0 olsa count-u 1 elə. Burada da qalan şey eynidir. Yəni count-u 1 tapandan sonra neçə dənə 0 verməli olduğunuzu avtomatik tapırsınız. Okey. Böyük ehtimalla dediyim kimi sənin səhvin odur. Aha, burada n yoxlamamışsın heç vaxt. Nice, sən də səhvin böyük ehtimal olacaq. N-i yoxlamamışsın. Aha, dediyim kimi. Sən main funksiyamda məsələn, görürsünüz şu an nə qədər funksiyam var. Hər dəfə vektor yazmaq lazım. Bir dənə v yazıb keçirəm məsələn. Və yaxud da no yesim var, yəni qısaca no yazanda artıq şey eləyirəm, siyah no-nu əvəz eləyirəm. Düzü çox istifadə eləyirəm, heç bəzən istifadə eləmirəm, yadımdan çıxır var olduqları. Amma şeydir də, yəni bəzən işə yarayır. Yəni qısa bir şeylər yazanda işə yarayır. Okey. Şey var. Vektoru çıxışa vermək üçün bir funksiyam var. Aydındır? Yəni dediyim kimi define'lər bəzən həqiqətən iş görür. Ara. Sırf hər dəfə bunu yazmamaq üçün bir ara aradan istifadə edirdim. Kod çox qəribə görsənirdi, amma yəni olurdu da, yəni işləyirdi kod. Aydındır? Amma mən eləyirəm, siz eləməyin. Belə. Tam uşaqlar, şey qalsın. Bu problemsə kim nəyə baxa bilməyib, nəyi tam yazmayıb. Bir dənə geyini prosta izah eləməyə çalışacağam. Qalanlarına gedin özünüz bir də baxın. Geyini niyə izah edirəm? Çünki çox adam səhv alıb. Nə deyir? Bir dənə düzbucaqlı var. Uşaqlar, baxın. Bir dənə düzbucaqlı var. Bu düzbucağın əlbəttə bilirik ki, dördbucaqlıdırsa, düzbucaqlı dördbucaqlı var. Bunu da belə eləsəm özü tamamlayarmı? Aha, tamamladı. 4 dənə təpə nöqtəsi var. Normalda bilirik də bunu. Hamımız bilirik. Bu təpə nöqtələrinin koordinatları verilib bizə. Amma biri yoxdur. Bu yoxdur məsələn. x1, y1, x2, y2, bu da 3'ü.
İndi bizə bu 3-ü verilib, bunu soruşur. Okey. Bunu tapmağımız istənilir. Hə, maraqlı məsələ budur. Biz necə eləyərik bunu taparıq? İlk başda ağla riyaziyyatınız biraz yaxşıdırsa, bu gəlir ki, bir dənə diaqonalları çəkin. Lap riyazi yolunu deyirəm sizə. Bu diaqonalları çəkəndən sonra nə edirsiniz? Bunların 90 dərəcə olmanın falan heç bir önəmi yoxdur. Orta nöqtəni tapmağın yolu var. Bu nədir? X-lərinin cəminin yarısı, yəni ədəd ortası, 2 dənə x-in yarısı, bir də y-lərinin yarısı. Tamam? Yəni bu x-lə bu x-i toplayıb yarıya bölsəz, bu orta nöqtənin x-ini alırsınız. Y-lərini də toplayıb yarıya bölsəz, bu nöqtənin yarısını alırsınız, y-ini. Və bu buna da aiddir. Yəni mən bu x-lə bu y-i bilmirəmsə, amma bunu ilə bunu bilirəmsə, bir dənə düşünün, yəni nə edəcəksiniz sonra? Bunların hər birini 2-yə vurub bundan çıxsaz, elə bunu alacaqsınız. Düzdür? Bunu Müəllim, orada dördüncü təpəni istəmir ki, sualda. dördüncü səfər istəyir. Onda diaqonalların mərkəzini niyə tapırıq? Yaxşı, belə sual verim. Nailə. Gözlə, sual verməyəcəm, təllifə baxacam. Həllində bir dənə inputun nə vəziyyətdə olduğunu verək. Integer replication 0 0 1 0 2 1 aha 2 0 da məntiqən. Tamam, səhvlərinizə baxacam sadəcə. Birinci nailədən başlayaq elə. Nə yazmısan? 4 dənə var, amma 3-ünü almısan. Sonra if-lə yoxlaya gedmirsən. Problem nədir? Bilmirəm, bu dəqiqə göstərə biləcəmmi, ağlıma şey gələcəkmi? Yəni, həmişə uşaqlar, sizə bu, məsələn, şərtdə verdiyin kimi yazın, məsələn. 1, 0, 1, 1, 0, 0. Gördüyünüz kimi 4 dənə nöqtə var. Deyək ki, məsələn, bunlardan 3-ü verilsəydi, baxın, bu 4 dənədən 3-ü verilsəydi, desəydi bunu tap, siz bəlkə ifləyib nəsə tapardınız. Amma uşaqlar, yaddan çıxarmayın ki, belə bir şey də ola bilər. Düz deməyə bilərəm biraz. 1, 0, tamam. Biri olsun 0, 2-də. Hara düşürəm? Birazcık kiçildək. Aha. Deyim kimi, tam düz deməmiş ola bilərəm. Biri 2, 1-də. Aha. Biri də olacaq avtomatik. Bunun bir üstündə də, yəni 1, 3-də. İndi biraz şey olaraq düz deməmiş ola bilərəm. Bəlkə 90 dərəcədir, bəlkə 90 dərəcədir. Amma ya, özünüz də görürsünüz, bunu biraz o yan bir yan eləsəz, buradan baxın. Bu da əslində bir şey sayılır da, yəni düzbucaqlı sayılır. Baxın, belə bir şey çəksək, koordinatları. İndi bəlkə biraz bu koordinatları o yan bir yan eləsəz, yəni də həmişə yəni, o demək deyil ki, yəni paralel olaraq veriləcək. Yəni, bu şəkildə də bir fiqur olmuş ola bilərdi. Tamam, yəni sən hər dəfə şey eləyə bilməzsən. Necə deyim? Gedib hanı kodun? Bir-bir x-ləri və y-lərini yoxlaya bilməzsən. Tamam. Yəni ola bilər ki, bəzən düz olmasın. Aydındır? Oldu. Aha, 50% veribsən ona görə də. Uşaqlar, niyə yaxşı, Nailənin sualı yaxşı. Niyə biz mərkəzi tapırıq? Baxın, uşaqlar, dediyim kimi, mərkəzi tapmağın avantajı budur ki, mərkəz ümumiyyətlə nə deməkdir? Mərkəz anlayışının 2 əsas hissədə istifadə olunur. Bir, diaqonalların kəsişdiyi yerdə, yəni mərkəz deyilir bu heç, 2 hissədən önəmi olur. Bir, məsələn, bu koordinatla bu koordinatı toplayıb 2-yə bölsək, bunu alırıq, bunu bayaq dedik. Bir də 4-ünü toplayıb yarıya bölsəz, yenə bunu alırsınız. Okey. Sizdə indi məntiqli nədir? 4-ü bu dəqiqə məntiqli deyil, çünki 4-cü yoxdur. Amma siz bu ikisindən istifadə edib
Baxın, bu ilə bundan istifadə edib bunu tapsaz və bunu tapmısınız, bu da var əlinizdə. Avtomatik bunu da tapa bilərsiniz də. Aydın olurmu? Yəni nə etməlisiniz? Hə? Bəli, müəllim. Aha. Bunu eləsəz, elə bunu tapmış olursunuz. Gəl də bunu tez yazaq. Elə x1, x2, x3, x4 deyəcəm. Elə y1, y2, y3, y4 deyəcəm. x1, x2, yox, y1, x2, y2, x3, y3 şəklində yazdıq. Elə baxın, mx deyəcəm, mid ortanın x-i. Bu uşaqlar bizdə nədir? Nə dedik? x1 üstə gəlsin x3 bölü 2-dir. Tamam. Bölü 2-dir. Bölü 2 var orada. My deyəcəm. y1 ilə y3-ün bölü 2-sidir, yəni yarısıdır. Tamam. İndi baxın, əlinizdə bu nöqtə var və bu nöqtə var və bunu tapmaq istəyirsiniz. Bilirsiniz ki, bunun koordinatları y-i qoyaq qırağa. Bunun x-i ilə bunun x-ini toplayıb yarıya bölsəz, bunun x-ini alacaqsınız. İndi bunun x-ini 2-yə vurub ondan bunu çıxsaz da, avtomatik bunu alacaqsınız da, düzdür? Aydındırmı bu? Yəni tərsini dedim də. Bu ikisini toplayıb yarıya bölsəz bunu alırsınızsa, bunu 2-yə vurub bunu çıxsaz, avtomatik altdakını alırsınız. Oldu müəllim. Bölü 2 vur 2 yazmamaq əvəzinə x4 məndə olacaq nə? Düşünə bilirsiniz. Mx çıxılsın. Nə qalır? x2 qalır. y4 də məndə qalır. My çıxılsın. x3 qalır. Siyat. x4 x yox y4. Aydındır. Məncə bu həldə bir səhvlik olmamalıdır. Səhv eləmirəmsə. Vektordan çıxa bilərik. Kopyalayaq, bir dənə yoxlayaq tez. Yox, neysə düzməmişəm. Hə, y demişəm. Y2, niyə y3 demişəm özdə? Sıfır. Güzel. Aynı oldu uşaqlar həlli. Bir də göstərə bilərsiniz. Həlli yoxsa kodu? Kodu. Dəqiq. Həllə ehtiyac yoxdur. Yox. Tamam. Əslində uşaqlar, bunları dəyişəndən yaratmaq əvəzinə özünüzdə görə bilərsiniz. Bunu direkt içindən bunun əvəzinə qoysaz da olar. Yəni eləyək. Anladım, sağ ol. Özünüz də görürsünüz ki, orada şey demək olur da, bölü 2 vur 2 bir-birini aparır. Bu da bu şəkil gəlib çıxarda bilir onu. Hə, uşaqlar, hətta bax, bunu da indi gördüm. Fikirləşəndən sonra düz gəlir. Bayaq nə dedik? Hamısının ortaq cəmi bunu verirdi, ədəd ortası. Bir də belə bir şey var. Bunun x üstə gəlir, bunun x elə gördüyünüz kimi də. Bunun x üstə gəlsin, bunun x-idir. Yəni elə o bərabərlikdən də olsa, elə midi tapmadan, bayaq kimsə soruşur da, niyə midi tapdıq? Midi tapmadan o bərabərlikdən istifadə edərək x1 üstə gəl, x3, həmişə x2 üstə gəl, x4-də bərabərdir. Tamam. Burada məsələn biri x4 yoxdursa, bunu bu yana atıb, onu tapa bilərik. Amma hardan gəldiyini də gördük. Tam var, vaxtımız çox yoxdur. Onun üçün keçəklə yeni dərsimizə. Kontestdə onsuz gələndə məncə yetəri qədər vaxtınız olacaq. Həm də kim baxmayıb, bir də suallarına baxar. Binary search keçəcəyik uşaqlar. İki sisteminə aiddir. Yox, deyil. Heç də deyil. İlk başda hamı elə görür, amma elə deyil. Mən niyə vurdum ki? Şeylə vurmuşam. Binary search-ün adı və
Necə işlədiyi. Bir könüllü zəhmət olmasa, bir könüllü əl qaldıraq. Naillə. Birinci Nail qaldırıb. Deməli, Naillə oyun oynayacağıq, amma oyun oynamışdan qabaq gəlin bir də binary search-ün şeyinə baxaq. Binary search, binary Latin deyildi. Yox. Lap əvvəlinə getmək istirdim. İngilis olacaq elə böyük ehtimal. İngilis dilindən sonra bilir ki, ikilik deməkdir. Binary digit dediyimizdə olsa ikilik ədədlərdir. Amma binary sözünün burada önəmi nədir? İkili axtarış deməkdir. Baxın, ikili sayı ədədlərinə heç bir önəmi yoxdur. Yəni, ikili ədədlərə əlaqəsi yoxdur. Sadəcə önəmi orada ikilik. Yəni, özünüz indi hiss edəcəksiniz o ikiliyin mənasını. Uşaq vaxtı biz çox oynamışıq. Bilmirəm, siz o vaxtda oynamısınızmı ya yox. Düz indi də uşaq sayılır səsinə. İndi məsələ nədir? Gəl, Nail, səninlə bir də oyun oynayaq. Mən beynimdə 1 ilə 100 arasında bir ədəd tutacam. Tamam. Sən deməyəcəm bu ədəd nədir. Sən mənə hər dəfə bir ədəd deyəcəksən. Mən sənə yuxarı və ya aşağı deyəcəm. Yəni, aşağı mı get, yoxsa yuxarı mı get? Tamam. Oldu mənim. Başla. 5, 5 deyirsən, mən deyirəm ki, yuxarı. 8, 8. Mən deyirəm yuxarı. 40, 40 dedim. Gözlə. Yuxarı, yuxarı, yuxarı. Aha. 50, Yenə yuxarı. 90, Aşağı. 48, yox, 56, 56-ya deyəcəm yuxarı. 70, Aşağı. 60, Aşağı. 57, Yuxarı. 58, Ay sağ 58 tapdın. Uşaqlar, indi baxın. Bax, oyunun gedişatı necə olduğu aydındır da yəqin ki. Belə başladıq, getdik. Bu şəkildə yox, buradan bu yana getmişdik, nəysə. Bu şəkildə getdik, buradan üzü aşağı getdik. Düzdür, burada da tapdıq 58 cavab. Okey, burada bir qaranlıq yoxdur. Xeyr müəllim. Oyunun necə olduğu, oyunu biz necə oynadığımız aydındır. İndi maraqlı olan bu deyil. Maraqlı olan budur ki, Nail bir yerdə çaşdı. Baxın, 50 deyilmişdi. 50 deyiləndən sonra bir 48 dedi. O dəqiqə sonra fikrini dəyişdi. Niyə fikrini dəyişdi o? Niyə 48-i yoxlamadı? Çünki müəllim 50'den aşağı, 50'den de yukarı. Əl qaldı. Çox səs ver. Buyur Fətdə. Çünkü ondan əvvəl 50 demişdi. Yəni 48 də 50'den aşağı olduğu için yəni 50'den yukarı ədəd demiş. Orada belə bir şey var da, axtardığı ədəd ilk başda 1 ilə 100 arasında bir ədəd idi. O mənə 50 deyilmişdisə və 50-dən yuxarı deyilmişdisə, avtomatik bilirik ki, 50-dən bu yanda olan ədədlər içindədir. Yəni, bu tərəfdə axtarmağımın heç bir mənası yoxdur da. Mən burada nə deyirəm deyim, cavabım həmişə nə olacaq? Yuxarı cavabı veriləcək. Niyə? Çünki 50-dən yuxarıdır. İndi, bu aydındır. Yəni, niyə? Okey də, yəni çox sadə bir düşüncədir, düzdür? Bəli. Aha. Bəli. İşte baxın, binary search anlayışı da çox belə kapsamlı bir mövzudur. Amma çox sadə bir prinsipi var. Elə işləmə prinsipi də elə budur. Siz bir şeyi axtarırsınızsa və müəyyən bir deyək ki, sağ-sol məsələsi varsa, kimsə əl qaldırdı, mənə gəldi. Mesaj yaz müəllim Əfraim. Hə, tamam. Okey. Bir seçim varsa, yəni iki istiqamətə getmək deyə bir seçim varsa və seçimlərdən hər hansısa biri götürməliyiksə, burada artıq bir binary search-ün şeyini hiss eləməli olacaqsınız. Və indi şeyinə gələk, işləmə prinsipinə gələk, yəni necə işləyəcəyik bunu. Baxın uşaqlar, binary search-ün işləməsində bir greedy anlayışı deyə bir şey var. Yəni bir
mütləq olasılıq üzərindən gedir. İndi nə olacaq? Mən bir nəfər yenə könüllü götürək. Bu nümunələr Mən. kim əl qaldırıcı? Yox, əl qaldırmaq məsələsi var. Həmid, gəl. Bu səfər tərsini oynayırıq. Sən bir yüz arasında ədəd seçirsən, mən təxmin etməyə çalışıram. Oldu mənim. Tam ədədlər yoxsa rasional ədədlər? Daha istəsən şey götür, pini götür. Heç vaxt tapıb qutara bilməyək. Oldu mənim, oldu. Tam ədəd götür. Oldu mənim, başlayın. Aha. Uşaqlar, biz oyunda olacağıq həmin, tamam, amma mən həm də uşaqlara izah edəcəm. Sən uşaqlar, binary search-in işləmə məntiqi budur. Tən ortanı götür həmişə. Bir nəticənin arasında tən orta məndə olacaq 50. Ən məntiqlisi elə 50, o yuxarı say 75, aşağı say 25. Belə getməli idi. Ən məntiqli oyun. Aysa oyun usulü elə belə gedəcək. Bax, indi mən deyəcəm 50. Sən nə deyirsən, yuxarı yoxsa aşağı? Aşağı. Aşağı. Aşağıdırsa uşaqlar, baxın. Oyun 2 hissəli bir seçim vermişdi də mənə. Ya 50-dən yuxarıdır, ya 50-dən aşağı. Şey var da hələ ki. Əgər mənə aşağı dedisə, artıq mən bu hissəni görməzdən gələ bilərəm də. Düzdür? Yəni mən artıq biləcəm ki, cavabım bu hissədən bir yerdən deyil. Tamam. Onun üçün gedirəm, indi bura baxıram. Bunların ən məntiqisi yarısı nədir? 25. Soruşuram 25. Nə deyəcəksən mənə? Yuxarı. Yuxarı. Uşaqlar, yuxarı deyildiyinə görə avtomatik mən biləcəm ki, 1 ilə 25 arasında bir ədəd deyil. Tamam. Yəni oyun ən məntiqli olan həmişə ikisinə ehtimal olaraq ən eşit şəkildə verməkdir. Yəni elə eləməliyəm ki, de ki, bu hissənin miqdarı ilə bu hissənin miqdarı bacardığı qədər yaxın olsun. Yəni mənim elə bilməm, adı nədir? Bəxtiniz pissə, ya da bəxtiniz gözəldirsə, yenə də bəxtlə əlaqəli olmasın qazanmanın şeyi. Biz elə eləməyə çalışırıq ki, həmişə ən yaxşı ortanı tutuzuraq ki, 50-nin 50-yə olsun, elə belə deyək. Yuxarı və ya aşağı deyilməyimiz çox şey olsun. Məsələn, bayaq şey deyirdi. Fəttah oyuna başlayan kimi bizə 5 dedi. Baxın uşaq. Mən 50 deyərdim. Belə bir məsələ var. 5 demək nəyə sərf eləmir? 1 ilə 5 arasında olmaq üçün 5-dən ehtimal var. 5 ilə 100 arasında olmağın 95 dənə ehtimalı var. İşte məntiq ehtimalla görə bilirik ki, yuxarı demək ehtimalı daha çoxdur da. Şansınız varsa 5 ola bilər, aşağı desin. Yəni 1-5 arasında olsun. Amma ümumiyyən baxsaz, yəni görərsiniz ki, bu 95 daha şeydir də, yəni daha çox ehtimal var orada. Onun üçün həmişə ortanı deyil. Yəni məcbur ortanı deməyə. Şey olar. Binary search məntiqinə uyğun. Heç nə, bu məntiqlə test edəcəm. 25 ilə 50 arasında 37 məsələn. Az. Az. Olur bu. 32 deyəcəm. Az. Aha. 28. Çox. 29. Yox, 30. 29 nə idi? 30. Tapdın? Az. Yox, 29. Bəli. Aha. Yəni uşaqlar, belə düşünsən, indi bəlkə indi bu da sizin gözünüzə çox gəlir. Amma oturub qaranti olaraq belə bir şey var ki, mən qaranti olaraq 7 dəfəyə mən ixtiyari rəqəmi tapa bilirəm. Qaranti olaraq. Yəni rəqəm neçə olur olsun, 100 arasında. Mən 7 dəfəyə bunu tapa bilirəm. Bunda şeydir də, yəni 128 belə olsaydı, 2 üstü 7 128-dir. Yəni 100-dən çox olan ilk 7-nin qüvvəti budur deyə tapa bilirəm. Və yaxud da 1.50 arasında olsaydı 64 2 üstü 6-dır. Yəni 6 ehtimal tapa biləcəkdim. Yəni minimum 50-də belə tapa bilirsiniz. Nəsə bu önəmli deyil. Bu həllimizdə bu yoxdur. Option, əsas bu şeyi başa düşdük. Nə vaxt aşağı, nə vaxt yuxarı gedirik. Bəli. Bir dənə sual. Bəli. Buyur, sualınız varsa davam edin. Oldu mənim. Elə bilməm, 25-i 2-yə bölüyor, tək ədədidir, tam 2-yə bölünmür. Yəni müəllim, ya 17 ya da 18 seçməli idiniz. Fərq yoxdur. Yəni mənim, əgər bu vaxt proqram 17,5 seçəcək, yoxsa promo 17 ya da 18 oradan buradan seçəcək? Oradan buradan yox, həmişə 17-ni seçəcək. Az olan ədədi seçir həmişə. Bilsən niyə? Çünki kodda da görəcəksən.
left plus right bölü 2 yazacağıq. 2 yazacağıq. Tamam, cəmi yarısı. Biz də bilirik ki, onsuz 0.5 olanda o 0.5 atır da. 0. Onun üçün həmişə kiçik olanı götürmüş kimi bir effekt olacaq. Tamam? Oldu mənim. Amma uşaqlar, o önəmli olmayacaq. Bunu görəcəksiniz. Bəs mənim double olsa nə olacaq? Double çox nadir hallarda double götürəcəyik. Okay? Onu dediyim kimi görəcəksiniz. Onu tələsin. İndi uşaqlar, bir yanımızı düşünsək, biz bunu həmişə şey eləməli deyilik. Bir, necə deyim, bir yüz arasında olmağına ehtiyac yoxdur. Daha kiçik və daha böyük də ola bilər. Və bundan əlavə başqa bir teori ədədlər üzərində də ola bilər. Məsələn, gəlin belə bir şey deyək. 1, 3, 4, 7, 9, 10, 12, bir də 18 götürək. Məsələn, mən sizdən soruşsam ki, uşaqlar, bu arraydir, bir A array. Tamam. A array deyirəm ki, 1.20 yoxdur, elə şey olsun. A arrayində 15 yox. İlk başda götürək. 4 varmı? A arrayində 4 var. Yox. 12 varmı? A arrayində 12 varmı? Siz belə gözlə görürsünüz, deyirsiniz ki 12 var. Amma kodun bu 12-nin olub-olmadığı nə etməlidir? Bir dənə for başlatmalıdır. Başdan 1-1 gedib axtarıb bu 12-ni tapmalıdır. Düzdür? Okay? Yəni bunu bilirik də. Bizim for döngülərimizlə belə tapa bilərik. Tamam. Tamam, bu 12-ni. Hə, uşaqlar? Bu 12-ni tapmağı, yəni bir arraydə 12-nin var olub-olmadığını bu şəkildə tapa bilərdik. Yəni bir forla gedib tapa bilərdik. Amma bunu binary search-lə nə edəcəyik artıq? Biz deyəcəyik ki, array artan şəkildədir. Bu arada bunu deyib, bu xüsusidir. Yəni artan şəkildə olmalıdır mütləq. Baxın, deyəcəm ki 1 və 18. 1 və 18 olaraq yox da, buna şey kimi baxacam. 0 və neçə element var? 0, 1, 2, 3, 4, 5, 6, 7. Yəni indekslər olaraq baxacam. Mən artıq məntiqən baxacam ki, baxın, 0 üstə gəl 7 bölü 2, yəni bulanın tən ortasındakı element bu sayılır. Düzdür? Yox, düz dedim. 1, 2, 3, 0, 1, Ən orta yoxdur. aha. Şey olaraq da, yəni 0 üstə gəl 7 bölü 2, 3 sayılır da, yəni onu demək istəyirəm. Yəni bu deyil də, yəni ortalarda bir yer. Tamam, yəni orta kimi bunu götürürəm bu dəqiqə. Tamam uşaqlar. Oldu. Aha, yəni 0 üstə gəl 7, indeks kimi baxın da, yəni bunun indeksi 0-dır, ən sonuncunun indeksi 7-dir. Baxın, mən nə axtarırdım uşaqlar? 12 axtarırdım. Mən bu dəqiqə midim, yəni mid buna deyəcəyik uşaqlar. Mid. Mid nədir? Left plus right, yəni sağdakı ortada, aha. Ortadakı, yəni bayaq necə 50 demirdik. Bu da buradakı 50 məntiqidir. Yəni tən ortanı göstərən budur. İndi baxın uşaqlar. Mənim ən ortadakı ədədim 7-dir. 7 12-dən böyükdürmü, kiçikdirmi? Kiçik. Kiçikdir. Uşaqlar, bu kiçikdirsə, mənim ədədim bu hissədə bir yerdə olmuş ola bilər. Yəni axtardığım 12 bu hissədə bir yerdə olacaq ola bilər. Yox. Yoxdur da, düzdür? Yəni mən bilirəm ki, bu və burdan bu yandakı hər şey 7-dən kiçikdir. Avtomatik belə bu sıfırı daşıyıram bura. Yəni artıq bu mid yox, yeni leftim olur. Artıq mən ədədimi bu hissədə axtarıram. Aydındır? Kimsə əl qaldırmışdı, yoxsa mənə gəl. Tamam uşaqlar. Görmedim. Bəli, müəllim. Eyni prosesi bir də gedirəm. Leftim bu dəqiqə 3-dür. 3 üstə gəl 7 bölü 2 bizə verəcək 5-i, yəni bunu göstərəcək. Düzdür? Deyəcəm 10 ilə 12 müqayisə eləyəcəm. Nə deyəcəm? 10 ilə 12-nin müqayisəsində deyəcəm 10 daha kiçikdir. Deməli, yenə bu hissədə ola bilməz. Leftim yenə gələcək bura. Tamam. İndi bura baxacam. Deyəcəm ki, bu ola bilərmi?
leftim 12-dir. Leftlə leftim 6-dır, rightım 7-dir. 6 ilə 7-ni cəmi yersəm ki, birincini verəcək. Hə, 12-ni tapdımmı? Tapdım. Uşaqlar, baxın, mən sizə sorğu elədim. 1, 2 və bir dənə də indi özü 3. Uşaqlar, 3 sorğuya nə etdim? Cavabı tapdım. Amma mən fordan getsəydim 1, 2, 3, 4, 5, 6, 7 sorğuya tapacaqdım. Aydındır? Görürsünüz aradakı fərqi. Bizim burada elədiyimiz şey zamanla yarışmaq oldu. Yəni birində mən o n deyəcəyik buna. Yəni n dəfə sorğu elədim. Birində də loqaritma bilmirəm, bilirsiniz nədir? Log n deyəcəyik buna. Yəni loqaritma bilirsiniz uşaqlar. Bəncə hamımız bilmirik. Bəli. Sən bilirsən. Xeyr. Bilməyənlər var da amma yəqin ki. Yoxdur, hamı bilir. Mən adını bilmirəm. Mən bilmirəm. Mən də bilmirəm. Loqaritma bilməyənlər üçün 2 dəqiqə loqaritma dərsi çox sadə və çox asan. 2 üstü 64 nədir? 2 üstü 2/6. loqaritma 64 bizə verir 2 əsasdan olanda 6-nı. Tamam uşaqlar, yəni 2 üstü neçə mən 64 verir sorğusunu belə təsəvvür edir. İndi loqaritma n loqaritma 2 əsasdan n bu deməkdir ki, mən 2 üstü neçə yazsam hardasa mənə n verər. Yəni bu x-i qaytarır bizə. Tamam. Aydın oldu mu aşağı yuxarı nədir? Bəli, müəllim. Çox dərinliyinə getməyimizə ehtiyac yoxdur. Və özünüz də biraz düşünsəz görərsiniz ki, n daha sürətlidir yoxsa log n? Log n. Ancaq bu həmişə n-dən daha sürətlidir. Çünki məsələn bu 100 olanda bu isə sadəcə olacaq 7. Aydındır? Yəni görün də müqayisə edin görün hansı daha sürətlidir. Okay uşaqlar. Mənim 7 ilə mənim də 7. Yəni çıxartdığı rəqəm ədəd kimi. Ayson, yəni log 100-ü hesablasaz 6 nöqtə neçəsədir? İndi yuxarı şeyini götürək 7-dir də təxminən. Tamam? Mən bu nəzəriyyədə də var ya. O heç də biz loqaritma olsa keçilir məktəbdə. İçlərinin hesablanmada. Nəyin hesablamada? Yəni ehtimalların sayı verilir. Onları 2 üstü 2-nin qüvvəti şəklində. Onlara heç bilmirəm. Onları boş verin. Nəsə, loqaritma yəni deməyim bundadır ki, binary search log 2 ilə işləyir və daha sürətlidir. Yəni bir-bir baxın, yəni bir-bir gedib baxsaydıq ədədlərə, çox yavaş olacaqdı kod. Amma bu şəkildə baxanda çox sürətli işləyir. Bir də bunun kodunu tez baxaq. Bir də A massivi götürək. LL n sin LL a n for int i sıfırdan kiçikdir n plus sin a'yı düzdür. Uşaq, binary search necə yazılır? Left 0 deyirik, yəni bu left şey deyil, həmişə 0 olacaq deyə bir anlayış yoxdur və yaxud da yəni həmişə sabit bir qiymət yoxdur. Sizin sualı necə yazdığınızdan asılıdır. Məsələn, bu dəqiqə birinci leftin məndə nəyi göstərirdi? İndeks olaraq ən soldakı element. O da məndə nədir? 0-dır da, 0-ı seçirəm. Right'ın da olacaq nə? Ən sağdakı element. Yəni 18-in indeksi nədir? 7. Tamam. Right da olacaq məndə nə? 7. Məsələn, bu sual üçün belə. Amma indi normalda buna n yazırıq. Tamam. N hətta n-1. N yox, yəni məntiqən düşünsəz, ən soldakının indeksi nədir? Elə n-1. Nə vaxta kimi dövr eləyəcək? Left kiçikdir bərabərdir right olana qədər. Bunu sorğulamayın, bu belədir. Həmişə belə yazacağıq. Mid olacaq həmişə. Left üstə gəlir, right bölü 2. Bu da həmişədir. Yəni, bunu həmişə bu şəkildə gedəcəyik. Sonra bizdə olacaq nə? Başqa nə? Baxın, burada bu hissə amma heç vaxt eyni olmayacaq. Bura check hissəsi olacaq. Yəni, mən müqayisə edəcəm ki, həqiqətən şeydirmi, belə qərar verəcəm. Yuxarı mı gedim, yoxsa aşağı mı gedim? Gedim.
If-lə yoxlayıram məsələn bu dəqiqəki kod üçün ki, A mid, yəni mid indeksli ədədim 12-dən kiçikdirsə, yox, baxın 12-yə bərabərdirsə, siyahı verəcəm midi. Yəni tapdım da, indeksi tapdım. Düzdür? Return 0. Tapdım. Bir şey eləməyimə ehtiyac yox. Əgər A mid kiçikdirsə 12-dən, deməli, uşaqlar, mən artıq leftdən midə qədər olan hissəyə baxmağıma ehtiyac yoxdur. Yəni bu proses. Buradan bura kimi baxmağıma ehtiyac yoxdur. Ona görə lefti eləyəcəm mid plus 1. Çünki midin özü də mənə bilirəm ki, deyil də. Çünki burada çək elədim. Olsaydı olardı. Avtomatik leftimi daşıyıram buna. Yəni leftim olacaq artıq burada. Bax, indi buranı göstərmişdik. Amma bunu eləməyim. Plus 1-in qoyun ki, yəni artıq 7 də deyil. 7-nin özündən də əmin deyiləm ki, 7-nin özü də deyil. Düzdür? Onun üçün daşıyıram 9-a. Tamam. Yəni 9-un indeksinə. 3 plus 1, yəni 4-ə. Leftim olur 4. Else halında da tam tərsi var. Right, yəni bu tərəfim nəyə bərabər olacaq deyə soruşsaz. Bir dəqiqə. Right'im nəyə bərabər olacaq? Baxın, deyək ki, axtarırdım 4-ü, tamam, 12 əvəzinə. Deyəcək ki, 4 kiçikdir 7-dən, yəni deməli, bu tərəfdə deyil. Yəni, bunlara yox, bu tərəfə baxmalıyam. 4 yox, 3 deyə daha aydın olsun, yəni 3 axtarıram. 3 yenə də kiçikdir 7-dən. Onun üçün bu səfər right'ım mid yox, baxın, 7-nin özü də deyil də, 7-nin özündən əminik ki, 7 deyil artıq. Mid minus 1-ə. Tamam, yəni 4-dən 1 arasını yoxla deyəcəm. Okey olur, niyə mid minus 1, mid plus 1 olduğu. Tamam uşaqlar. Bəli. Bu şəkildə, baxın, gedib qutaracaq. Müəllim, Aha. buna two pointer demək olar. Olar. Aşağı yuxarı olar, amma bu two pointer'ın daha advanced formasıdır, yəni daha gelişmiş formasıdır. Ona görə bunun elə adı binary search-dür. Və binary search-ün məntiqini izah elədim də. Baxın, ikili qərar var ortada. Aşağı mı gedəcəksiniz, yuxarı mı gedəcəksiniz? Tamam. Oldu müəllim. Bəli. Əsas kodu başa düşün bir dənə. No this ədəd, yəni bu ədəddən yoxdur. Yarı Azərbaycan yarı. Hə, ellər deməmişəm bir dənə. Elel. Niyə elsiz yazmışım var? Left right. Bir dənə qısaca kodu bir iki dəfə işlədək. Hə, ədədlərim bunlar deyil çünki. Ədədlərimiz olsun. Fərqi yoxdur. 6 1 2 3 6 7 12. Midi verəcək, yəni gördüyünüz 5-ci yerdə durur. 0 1 2 3 4 5-ci yerdə 12 var. Kodun işləmə məntiqinə bir də qısaca baxaq. Baxın, dediyim kimi midi bayaq onsuz simulasiya eləmişdik də bunu, düzdür? Yəni gəlir, bir ədədi yoxlayır, sorğuşur ki, bu tərəfə mi getməliyəm, bu tərəfə mi getməliyəm? O da müəyyən qərarı verir. Ona uyğun da left ilə right-ı müəyyən qiymətini eləyir, o yana doğru gedir. Tamam. Oldu müəllim. Aydın oldu. Amma uşaqlar, bir məsələ var. Binary search, biraz bilirəm, dərs çox uzadı. Amma neyniyək? Az keçəndə deyinmişiz, çox keçəndə deyinməyik. Binary search, uşaqlar, həmişə bir ədəd axtarışındadır. Amma bu ədəd, inanın, bəzən çox proqramlaşdırma maraqlı yəni odur. Yəni, həmişə bir şey axtarmalı deyilsiniz. Beləyək. Necə deyim? Yəni, bir arraydə bir ədəd axtarmayacaqsınız və yaxud da bir yüz arasında sadəcə oyun üçün ədəd axtarmayacaqsınız. Bəzən cavab axtaracaq. Buna answer deyəcəyik. Tamam. Məsələn, orada bir dənə sual var. O sual da birdən-birə çox çətin olar deyə qorxuram. Yaşkən bir şey olmaz. Mən güvənirəm sizə. Mən başa düşəcəm. Bir soru görəm. Buyur. Ən axırıncı siyah otana bax düşür o. Kod. Hə, bunu demədim. Baxın, əgər tapdısa, mid bir yerdə gəlib həmin ədədi gördüsə, return 0 elədi. Yox. Məsələn, burada nə olacaq? Bir yüz arasında, deyək ki,
Bir 100 yox da bu burada. Məsələn, deyək ki, axtarsın indi nəçəni. Buranı təmizləyə bilsəydik. Məsələn, uşaqlar, məncə bir başa düşürsüz. Təmizləməyə vaxt gedəcək. Bir 100 burada axtarsın deyək ki, 5-i. 5 yoxdur da heç. 7-ni soruşacaq. Deyəcək ki, neynə? Bu tərəfə get. Düzdür? 1-7 arasından 3-ü götürəcək. Deyəcək ki, indi bu yana get. Yəni 3-dən 7-yə bax. 3-dən 7 ortası 4-dür. 4-ü götürəcək. Deyəcək ki, 4-dən də 5 4-dən də böyükdür. Yenə bu yana get. Bax. Left olacaq. Mid neçədir burada? Bu plus 1. Amma right'ında budur da artıq. Yəni left'in right'ın bərabəri idi burada bu nöqtəyə çatanda. Bax, aydın görmürsünüz. Ona görə şey deyirəm. İçim rahat olmur. Bax, ən başda bunu deyəndə biz nə demişik? Right'ım olur mid minus 1. Yəni bunun indeksi. Tamam. Bax budur. İndeksim budur. Right'ımın indeksi 0 1 2'dir. Tamam. Right'ımın indeksi olur 2. Left'iminki də əldə 0'dır. Sonra 3'dən soruşanda left'imin indeksi olur yenə bu 2. Niyə? Çünki mid 1'dir. Mid plus 1 olur 2. Left'im də 1'dir. Right'im də 1'dir uşaqlar. 2'dir. Saçdım. İkisi 2'dir. İndi ikisi də bunu göstərir. 2 ədədin cəmi yarısı özüdür. Yəni gedir 4'ü soruşur. Deyir ki 4 5'ə bərabərdirmi? Yox. Uşaqlar, yox cavabı alanda, yəni kiçikdir cavabı alanda, left olacaq 2 plus 1, yəni 3. Baxın, right leftdən kiçik olacaq. Yəni nə olmuş olacaq? While'ın şərti pozulmuş olacaq. Bu da belirlədə artıq özünüz də məntiqən görürsünüz ki, yəni, onsuz gəlib bir-birinə toxunur da artıq. Yəni ondan oyuna daha hara kiçildə bilər onu. Okey. Ona görə də elə while durur və siyah nodus ədəd verir. Tamam. Oldu müəllim, çox sağ ol. Okey uşaqlar. Oldu müəllim. Onsuz da gəlin dərsdə falan yenə bunları bir də dəyəcəyik yəni. Əsas Müəllim, aha, nəsə izah edəcəydiniz? aha eləyirəm. Sual verəcəydim. Sonra deyərəm. Tez yox, yəni de. Deməli müəllim, two pointer demişdən mən problems 1-də H sualı var. Onu saxla dərsdən sonra mən yazarsan izah eləyərəm. Tamam. Tamam. Suallar 5 dənə sual qoymama baxmayın, çətin suallardır. Vaxtına asacağam bunu. Ən məntiqli sual budur. Bir dənə bunu sadəcə həllinə tez baxaq, sonra buraxacam sizə gedəriz. Nə deyir sualda? Deyir ki, fabrikadır. N dənə maşın var fabrikdə. Bu ədədlər onu göstərir ki, birinci maşın hər 3 dəqiqədən bir dənə corab istehsal edir. İkinci maşın hər 2 dəqiqədən bir dənə maşın corab istehsal edir. Beşinci maşın hər 5 demək, üçüncü maşın hər 5 dəqiqədən bir dənə corab istehsal edir. Okey. Sizə 7 dənə corab lazımdır totalda. Siz neçə saniyədən sonra şey tapacaqsınız. Yəni 7 dənə corabı əldə edəcəksiniz. Neçə dəqiqədən sonra, yəni 7 dənə corabınız olacaq. Düşünsəz görərsiniz ki, cavab 8-dir. Mən səhv eləmirəmsə 8 olmalıdır. Aha. Niyə 8-dir? Çünki 8 dəqiqə ərzində birinci maşın neçə dənə corab istehsal edəcək? 2. 2 dənə. İkinci maşın 4 dənə. Üçüncü maşında cəmsi 1 dənə istehsal edəcək. Və bunları cəmləsəz eləyəcək neçə? 7. Yəni 7 corabınızı əldə elədiniz. Baxın. Burada belə bir problem var. Uşaqlar, binary search həllinin olub olmadığını, həllin işə yarayıb yaramadığını düşünməyin 2 dənə yolu var. Baxın. 7-dən bir sonraki ədəd neçədir? 7 deyirəm.
biz deyirik ki cavabımız 8-dir. Çünki 8 dəqiqə ərzində işləyir. 8 dəqiqənin üstünə 1 dəqiqə gəlim. Eləcə 9 dəqiqə. 1 çıxıram, eləyir 7 dəqiqə. Binary search həlli o vaxt işləyir ki, yəni o vaxt tətbiq eləmək olar ki, siz düşünəcəksiniz ki, binary search-ə cavab atacaqsınız. Yəni soruşacaqsınız ki, mən mid dəqiqə ərzində, baxın, mid dəqiqə ərzində neçə corab istehsal edə bilərəm? Bu istehsal etdiyim corablar mənə çatırmı? Yəni 7-dən çoxdurmu? Okey. 7-dən çoxdursa, o şey məntiqdə %50 məsələsi, 1-100 arası baxmaq. Midi soruşursunuz, deyirsiniz ki 7-dən çoxdursa, deməli mən şey eləyə bilərəm də, bura da baxa bilərəm də, yəni middən daha az cavabım da deməli düz ola bilər də. Yox, heç mid dəqiqə sizə çatmırsa, məsələn, elə şeyə baxsaz, baxın, indi simulə eləyəcəm. Bir mid qədər sizə çatmırsa, deməli middən aşağıya baxmağın da bir adı yoxdur da. Sizə middən, yəni ortadan yuxarı lazımdır. Məsələn, 1 ilə 10 arasında baxaq. Yəni elə bu test case üçün 1 10 arasında baxaq. Baxın bu test case üçün. 1-10 arasında baxsaz, mid neçə olur? 5 olur hardasa. Deyəcəksiniz ki, 5 dəqiqə ərzində mən 7-dən corab istehsal edə bilirəmmi? Gedin baxın. 5 dəqiqə ərzində birinci maşın istehsal edəcək nə qədər? 1 dənə, ikinci maşın 2 dənə, üçüncü maşın 1 dənə. Düzdür? Cəmi eləyir 4 dənə corab. Çatdımı? Yox, 7 dənə lazımdır. Deməli uşaqlar, bir məntiqən düşünsəz görərsiniz ki, bu 5 ilə 1 arasındakı heç bir ədəd qədər, dəqiqə qədər siz heç vaxt 7 dənə corab deməli ala bilməyəcəksiniz. Bu 5 də daxil. Onun üçün hara baxmalısınız? 5 və 10 arasında bir ədəd axtarmalısınız. 6 və 10 arasında bir ədəd axtarmalısınız. Çünki 5-in özü də yaramadı. Tamam uşaqlar? Oldu müəllim. Oldu deyəndə ki, yəni, izah aydın olur məntiqi. Niyə belə bir şey eləyirik? Digərləri? Bəli müəllim. Bəli, müəllim. Okay. Sonra, baxın, indi 6 ilə 10 arasında direkt 8-dir. Tamam. 8-in özünə baxıram. Deyirəm ki, 8 dəqiqə ərzində mən görək yoxluyum. Elə şey yazıram, bir dəfəlik yazıram. 8-ə 2, 4, 1-dir də, düzdür? Bu şəkildə gedir. Eləyir 7. Hə, 7 dənə corab çatırmı? Çatır. Uşaqlar, baxın. Bu səfər mən direkt cavabı 8-də çıxışa vermirəm. Hələ də bir şey o deyil də, çox istəmək məntiqidə, yəni ən minimumlaşdırmaq istəyirəm cavabımı. Bir ans dəyişənimdə yadda saxlayıram cavabım 8-dir. Yəni 8 dəqiqə əminəm ki, ödəyir. Bəs 8-dən daha kiçik bəlkə var deyə ümidi ilə davam edirəm. Bu səfər leftim olacaq 6-dır, right'ım olacaq mid-1 yenə. Yəni 7. 7 ilə 6-nın mid el olacaq 6, 6-nı yoxlayacaq, alınmayacaq. Sonra gələcək 7-ni yoxlayacaq. Yenə görəcək ki, alınmır, yəni çatmır, daha çox lazımdır. Hə, ona görə cavabı nə verəcək? 8. Tamam. Yəni siz binary search-ü cavaba atacaqsınız. Düşünün, məsələn, nəsə istəyirsinizdən, düşünün ki, bu qədər çatırmı mənə? Çatırsa daha azına baxın, çatmırsa daha çoxuna baxın. Okey uşaqlar, məntiq həmişə belə gedəcək. Tamam. Oldu müəllim. Aydın Bəli müəllim. var. Bəli, müəllim. Sualların izahına, kod şəklində yazılışına gəlin dərsi saxlayacağım. Çünki bu dərsə çatdırmaram. Okey. Nə bu, nə başqası. Belə şey olaraq dedim, ideya olaraq dedim. Məsələn, burada bir dənə də sual var. Bir dənə onun da sadəcə şərtinə, sadəcə gözü ucu baxaq. Hansıydı? Hə, sizə deyir ki, baxın, uzunluqları şey olanlar var. Ya, son aşağı yuxarı həlli eynidir bu ilə. N dənə ip var, hər birinin ipin uzunluğu var sizdə, uzunluq olaraq verilib sizə. Deyir ki, siz hər bir ipi istədiyiniz ölçüdə kəsə bilərsiniz, istədiyiniz qədər. Yəni, məsələn, uzunluğu 2 olan neçə dənə istəsəz kəsə bilərsiniz də yer varsa. Siz deyir ki, uzunluğu eyni olan və ən çox ola biləcək M dənə ip kəsməlisiniz. Tamam. Neçə ola bilər bu? Yəni uzunluğun ən çox neçə ola bilər?
Elə cavabı binary search cavaba binary search atsaz, desəz ki, mən uzunluğu 7 olan bir şey kəsə bilirəmmi? Tamam. Yəni deyəcəz ki, məsələn, mid qədər kəssəm, belə deyək də, ümumilikdə mid qədər bu ipdən neçədən mid qədər kəsə bilirəm. Sonra onları toplaya getsəz, bu bayaqki sual kimi. Sonra desəz ki, bunların sayının cəmi m-dən çoxdurmu, azdırmı? Bu ilə müqayisə eləyə. Yəni dediyim kimi, əsas məntiqi unutmayın. Siz elə bir şey axtarırsınız ki, ondan sonraki üçün də düz olsun cavab. Baxın, yəni məntiq yox. Yəni bu da dəyişir də və bir əvvəlki üçün də ola bilər. Məsələn, şey sualında, bu maşın corab sualında siz bir sonraki üçün, yəni bir sonraki dəqiqə üçün cavab düz idi. 8 dəqiqə elə bilirsə, hay 9 dəqiqə də elə biləcəydinizsə həmin şeyi. 1 dəqiqə maşından sonra artıq işləyəcəkdi. Amma 7 dəqiqə işləyə bilməyəcəydiniz. Yəni bu sərhəddir də, yəni tam ikisinin sərhəddidir. Bu 8-dən sonraki hər şey işləyəcək. Bu 8-dən əvvəlki heç bir şey işləməyəcək. Siz baxın o limit vəziyyətini tapırsınız binary search-lə. Tamam? Okey mi? Oldu müəllim. Bəli, müəllim. Oldu mənim. Bəli. Tək söz oldu müəllim. Yaxşı. Deməli, sizə evə nə verirəm? Bu şeyi açacağam indi. İndi açacağam elə. Neyləyin? Gedin bunun suallarına baxın. Yaza bilsəz okeydir. Yaza bilməsəz problem yoxdur. Tamam. Bu neçəsidir? 06 saat 21:56 deyə indi açılsın üçün. Tamam. Bu belə. Gedin suallara baxın. Bunu yazın. Bunu yazmalısınız artıq. Yəni bunu mütləq yaza bilməlisiniz. Çünki demək o hər şeyi dedik də. Yəni kod olaraq dedik. Okey. Bunu yazmağa çalışın. O birislərinə baxın. Onlar da bir yazmağa çalışın, amma mütləq demirəm yazın. Çünki ola bilsin yaza bilmərsiniz. Çünki binary search həqiqətən çox kapsamlı bir mövzudur və çox lazımlı bir mövzudur. Elə suallar bəzən çıxır ki, belə olsa məşhur bir şey var da, sualı oxudun. Birinci binary search həlli düşün ki, bəlkə ola bilərmi ki, necəsə binary search yazım. Yox, olmursa keç başqa bir həll düşün. Yəni biz bunu həmişə eləyirik proqramlaşdırmada. Yəni binary search o qədər önəmli bir mövzudur. Çünki cavabı atırsınız, yəni cavabı tapırsınız, yəni axtardığınız cavabı direkt tapırsınız. Bu belə. Homework kimi nə deyirəm? Buradan şey suallarına, problems one suallarına çox baxa bilmədik. Hamı hər şeyi yazmayıb, gördüyünüz kimi. Müəllim, Aha. mən burada harf sualına bir dənə baxa bilərsiniz? Buradan Hə. cash machine şeydə də bankomat sualı. Müəllim, burada two pointer, belə tip suallarda two pointer'dan istifadə etmək lazımdır. Aba bankomat sualı deyə deyirəm. Bankomat sualı nədir? Yəni bu məşhur sual növüdür. Sizə deyir ki, ölkədə bu depozitlərdən istifadə olunur. Tamam. Yəni manatlardan manat kimi düşünün, 10 manat var, 20 var, 50 var, 100 var, 200 var, 500 var. Siz 720-ni ən azı neçədən şeylə manat şəklini göstərə bilərsiniz. Yəni bir dənə 500, bir dənə 200, bir dənə 50, bir dənə 20 şəklini göstərə bilirsən. Okey? Yəni 50 manatı, belə deyək, 2 dənə 20, bir dənə 10 göstərmək əvəzinə üstə gəl bir dənə 10 göstərmək əvəzinə sənə bir dənə 50-lik göstərməlisən. Nə aydındır? Yəni bir şeyi daha bütöv ilə göstərə bilirsənsə, göstərməlisən mütləq. Onu nətər kodlaşdıram? Düşün, özün olsan, yəni sənə 770 manatı mən necə verə bilərəm ən qısa halda, bir düşün. Bir sualın üstündə bir çox düşünün. 10 dəqiqə tapmadısa, o deməkdir ki, yaza bilmirsiniz. Mənim elə suallarım olub, biz nə qədər düşünmüşəm üstündə, bir həqiqi mənada günlərlə düşünmüşəm sualın üstündə. Siz sadəcə 15 dəqiqə tapa bilmədinizsə, keçirsiniz o sualı. Elə olmaz. Mən demirəm, bir gün düşünün, amma ən azı bir saat tapa bilməyəndə düşünün.
Uşaqlar düşünün deyəndə şey kimi düşünün. Demirəm də oturun öldürün özünüzü. Amma ya bir oturun bir səhvin nədə ola biləcəyini, hansı hallarda səhv verə biləcəyini falan düşünün. Tamam? Hə, homework kimi. Əfrəm düşün, o çətin sual deyil. Məncə yaza bilərsən. Sən Nailin səhvini deyəcəm. Time verib, nə verib? Wrong verib. Niyə wrong verib? 500, 200, 100, 50. Məncə orada Nail. Nail. 10, 20, 50, 100, 200, 500. Tamam. Uşaqlar, bax bunun şeyin yazdığı, Nailin yazdığı çox brute force həldir. Yəni düzdür, amma şey deyil, məntiqli deyil. Daha məntiqlisi var. Harda sən nəsə mexaniki səhv eləmirsən? N bərabərdir n çıx. Tamam, düzdür əslində. N çıx bərabər, çıx bərabər, çıx bərabər. No halı falan yoxdur orada səhvən. Hə, görsən print mənfi bir halı var, Nail, onu nəzərə al. Aha, onu nəzərə al. Belə uşaqlar, gedin bunlara da baxın bir də. Çünki hamımız hər şeyi yazmamışdınız və oradakı sualları mən bir-bir seçib qoymuşam. Yəni hamısı yazıla biləcək suallardır. Tamam. Buranı bitirin. Bir də o Binance Search-ün bir də rekorda baxın. Yəni nəsə eləyin, rekordu